Daxili İşlər Nazirliyinin Kupamu Kartli Polis Departamentinin Marniuli rayon şöbəsinin əməkdaşları tərəfindən isti izlərlə həyata keçirilmiş operativ axtarış və istintaq tədbirləri nəticəsində Marniulidə baş vermiş silahlı insidentlə bağlı 2 nəfər saxlanılıb. Saxlanılan şəxsləri 7 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir. İstintaqla müəyyən edilib ki, 2003-cü il təvəllüdlü şəxs cari ilin 4 iyun tarixində Marniulidə keçmiş yaşanmış münaqişə zəminində yaranmış mübahisə zamanı 1998-ci il təvəllüdlü şəxsə odlu silahdan ateş açaraq xəsarətlər yetirib. Daha sonra digər təqsirləndirilən şəxslə birlikdə gizlənməyə cəhd edib, lakin hər iki şəxs polis tərəfindən saxlanılıb. Yaralanan şəxs xəstəxanaya yerləşdirilib və ona müvafiq tibbi yardım göstərilir. Hüquq mühafizə orqanları tərəfindən maddi sübut kimi odlu silahlar götürülüb. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 117-ci qəsdən ağır bədən xəsarəti yetirmə və 236-cı odlu silahın qanunsuz əldə edilməsi, saxlanılması və daşınması maddələri üzrə aparılır.